Adətən sual verirlər ki, nə üçün İmam Hüseyn əleyhissalam Muaviyyənin zamanında deyil, Yezidin xilafəti dövründə qiyam etdi? Bunun bir neçə səbəbi var. Birincisi, İmam Həsən əleyhissalam Muaviyyə ilə döyüşdükdə kütlə onu tənha və köməksiz qoydu. Hətta imamın qoşun başçısı da satılmışdı. Ona görə də İmam Həsən əleyhissalam İslam dinini, İslam məmləkətlərini qorumaq, möminlərin canlarını repressiyadan hifz etmək, habelə Muaviyyənin məkirli siyasətini ifşa etmək üçün sülh yolunu seçdi. Gəlin, İmam Həsənin Muaviyyə ilə bağladığı sülhün şərtlərinə baxaq. Muaviyyə İmam Əlinin tərəfdarlarını təqib etməməli və onlara əziyyət verməməli idi. Muaviyyə özü üçün Əmir-əl-Möminin, yəni möminlərin əmiri ləqəbini işlətməməli idi. Muaviyyə İmam Əli tərəfdarlarından müsadirə etdiyi, əllərindən aldığı malları geri qaytarmalı idi. Ümumi yerlərdə, mərasimlərdə, minbərlərdə Həzrət Əli əleyhissalamın söyülüb təhqir edilməsi adəti yığışdırılmalı idi. Muaviyyə özündən sonra kimsəni xəlifə təyin etməməli idi. Sözsüz ki, bütün bunlar Muaviyyənin planlarında var idi. Heç kəsə bunun üzərini aça bilməzdi. Çünki Muaviyyə zahirdə özünü mömin, ibadət əhli və müsəlmanların xəlifəsi kimi aparırdı. Lakin sülh sazişi onun məkrinin üzərini açdı və o qəlbindəki xəbisliyi gizlədə bilmədi. İkincisi odur ki, Muaviyyə İmam Hüseynlə qarşı-qarşıya gəlmək istəmirdi. Yaranacaq xaosdan qorxurdu. Elə buna görə də başqalarını da bundan çəkindirirdi. Məsələn, Yezidi özündən sonra xəlifə seçərkən oğlu üçün beyət almaqda zor tətbiq etməkdən ehtiyat etdi. Yezdə də tapşırdı ki, İmam Hüseynə qarşı mövqe seçməkdən çəkinsin. Lakin əyyaşlıq və hoqqabazlıqla məşğul olan gənc Yezid buna fikir vermədi. Üçüncüsü odur ki, bayaq da qeyd etdik ki, Muaviyyə məkirli siyasətçi idi. Xalq onun çirkin planlarından xəbərsiz idi. Amma Yezid atası ilə müqayisədə təcrübəsiz, avam və dağınıq biri idi. Belə bir kəsin xəlifəlik iddiası etməsi və bunun qarşısında da susqun mövqedə dayanmaq cəmiyyət içində şübhə yarada bilərdi. Belə bir görüntü yaranacaqdı ki, İmam Hüseyn əleyhissalam Yezidin xəlifəliyini dəstəkləyir. Yəni, məsələ Yezidin beyyət tələb etməsində deyildi. Məsələ belə anlaşılmamalıdır ki, Yezid İmam Hüseyn əleyhissalama təzyiq göstərdi deyə imam ona qarşı çıxmağa məcbur qaldı. Əgər İmam Hüseyn Yezidə qarşı çıxmasaydı, İslam aləmi biabırçı duruma düşəcəkdi. Dördüncü odur ki, əgər İmam Hüseyn Muaviyyənin sağlığında ona qarşı çıxsaydı, nə olacaqdı? Sözsüz ki, Siffində baş verənlər heç kəsdən gizli deyil. İmam Əli kimi İslam tarixində ən nüfuzlu şəxs Muaviyyə ilə mübarizədə köməksiz qalmışdı. Muaviyyə elə bir durum yaratmışdı ki, hətta İmam Əlini namaz qılmasına şübhə edən kütlə vardı. Görün İmam Hüseyn əleyhinə nə kampaniya apara bilərdi. Beşinci odur ki, diqqət olunmalıdır ki, xalqın əksər kütləsi Muaviyyədən qorxurdu. Onun etdiyi repressiyalardan xəbərdar idi. Buna misal, Muaviyyənin deyil, Yezidin dövründə İmam Hüseyn əleyhissalama yazılan məktubları misal çəkmək olar. Əgər İmam Hüseyn əleyhissalam bu qədər kütlənin çağırışına səs verməsəydi, süst, aciz və səmərəsiz görüntüsünü yaradacaqdı. İmam Hüseyn Muaviyyənin sağlığında da ona qarşı sərt mövqe göstərib. Bunun üçün Muaviyyə ilə aralarındakı məktublaşmanı oxumaq bəs.